Kurban Bayramı bizim İslam aleminin bize yadigar koyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün Müslümanlar qeyd edirlər. Biz indi milli ənənələrimizi, milli adətlərimizi, dinimizi, milli mədəniyyətimizi keçmiş, hamısını bərpa etmişik. Azərbaycan xalqı milli azadlığa nail olubdur. Öz taleyinin sahibidir. Ona göre de ulu babalardan kalmış Hazreti Mehmet Peygamber'den bizim müqəddəs kitabımız Kur'an-ı Kerim tarafından tövsiye olunmuş Kurban Bayramını bugün biz azad ve serbest şəraitdə qeyd edirik ve beləliklə bir daha Azerbaycan xalqının hem müstəqilliyini, hem milli azadlığını, hem de ki öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdiririk.